Ailələrdə bəzi valideynlər övladlarını təhqir eləyir, təhqir mühitində böyüdür. Qırmızı xətti övladın təhqir olunması. Peyğəmbər buyurur ki, əkrimu əvladakum, övladlarınıza sayğı göstərin. Heç bir halda şəxsiyyətinə toxunmayın. Cəzalandıranda da cəza verin, amma təhqir eləməyin. Bəzi valideynlər övladlarını təhqir edərək onları tərbiyə eləyir. Və bu, insan şəxsiyyətində bir zəiflik yaradır. Bu zəiflik zahirən təvazökarlıq kimi sonra görünür. Bəziləri işini asanlaşdırmaq üçün ki, uşaq onun sözündən çıxmasın, yaxşı güya məsələn, uşaq böyütsün, valideynin nəzərində yaxşı uşaq olsun, onu təhqirlə cilovlamağa çalışır. Və belə yaxşı uşaqlardan qorxmaq lazımdır. Bu mühitdə böyüyən, zahirən yaxşı görünən, təvazökar görünən, amma şəxsiyyəti əzilmiş insanlardan qorxmaq lazımdır. Görürsən, asta gedib, asta gəlir, bəziləri də qıraqdan deyir, filan kəs maşallah təvazökar qardaşdır, amma bu təvazökarlığın qaynağı şəxsiyyətin əzilməsidir. Bu yaxşı bir şey deyil. Hətta görürsən ki, bəzi günahlara cürəti yoxdur deyə eləmir. Bəzi günahlar eləmir, çünki cürəti çatmır günah eləməyə. Belə adamlar. İmam Rıza Aleyhisselam buyurur ki, hər adamın hər günahdan çəkinməsi sizi aldatmasın. Bəzən görürsən, adam günah eləmir, amma aldanmayın buna. Bəzilərinin günah eləməyə də cürəti yoxdur deyə günah eləmir. Nə baxımdan? Yəni, günahı tərk eləmək güc və qüdrətdən qaynaqlanmalıdır, azizlikdən yox. Adamlar var, o qədər qorxaqdır ki, bəzi günahları eləmir. Qorxur. İslam demir, üzr istəyirəm, bu qoyunlar məndən inciyəcək, amma İslam demir, qoyun tərbiyə elə. İslam deyir, şəxsiyyət formalaşdır. İnsan gərək qüdrətli olsun günah eləməsin, güclü olsun günah eləməsin. Qərb mədəniyyətinin ən böyük nöqsanlarından biri budur ki, qanundan çəkinən adam tərbiyə eləyir. Qanun qorxusundan, cəza qorxusundan yaxşı olan adam tərbiyə eləyir. Düzdür, tədricən bəlkə də normaya çevrilir o qaydaya riayət eləmək. Amma mənşəyi budur, kökü budur. Bu adam güclü şəxsiyyət deyil, bir insan ki, qanunun qorxusundan, qanuna əməl eləməməyin cəzasının qorxusundan nələrəsə əməl eləyir. İnsan gərək güclü olsun, şücayətli olsun və şuurlu şəkildə pis işi tərk eləsin. Şəxsiyyəti səbəb olsun ki, günah eləməsin, şəxsiyyətsizliyi yox.